Başladıq. Ya Allah. Deməli, ilk anlayışlar bəhsində uşaqları ən bəsit mövzu olan, yəni maddə və cisim anlayışı. Birinci, bunu bir balaca danışaq, fərqləndirək. Maddə və cisim nədir ümumiyyətlə? Bilirsiniz ki, ətrafımızda gördüyümüz hər şey cisim adlanır və həmin cisimlər maddələrdən təşkil olunur. Məsələn, deyək ki, qaşıqdır, taxta qaşıq, plastik qaşıq, dəmir qaşıq. Məsələn, üç müxtəlif qaşıq qoymuşam burada. Hər birinin təşkil olunduğu maddə fərqlidir. Biri taxtadırsa, nə bilim, selluloza və s. Dəmirdirsə dəmirdən ibarətdir. Plastikdirsə, nə bilim, polietilen və s. Nəsə başqa bir, deyək ki, üzvü maddədən ibarətdir. Ona görə maddə və cisimlər deməli fərqli anlayışlardır. Cisimlərin təşkil olunduğu şeylərə maddələr deyirik. Cisimlər nələrdən təşkil olunubsa, onlara maddə deyilir. İndi burada hər bir maddənin xassəsi var. Nətər ki, hər insanın bir xasiyyəti, xüsusiyyəti var. Hər bir maddənin də eyni qaydada xassələri olur. Və biz bu xassəni iki cür yerə ayırırıq. İki cür. Fiziki xassələr və kimyəvi xassələr. Fiziki xassə nədir yoldaşlar? Fiziki xassə adı üzərində. Yəni onun fiziki bir xüsusiyyətlərini göstərir. Bu nə deməkdir? Məsələn, deyək ki, bir su götürək. Su götürüb suyun haqqında biz nə məlumatlar deyə bilərik? Su haqqında deyə bilərik ki, su 0 dərəcədə donur, bir atmosfer təzyiqdə, 100 dərəcədə qaynayır, maye haldadır, rəngsizdir, iyisizdir, dadsızdır. Bu kimi anlayışlar deyə bilərik. Sən onu qapını. Hər şey var. Deməli, fiziki xassələrini deyə bilərik ki, rəngsizdir, iysizdir, dadsızdır. Bu kimi anlayışlardan danışa bilərik də biz. Yəni, kənardan baxaraq sanki bir növü onun parametrlərindən danışırıqsa, bu fiziki xassələr sayılır. Rəngindən, iyindən, məsələn, qızıla baxırsan deyirsən ki, nə bilim, sarı rənglidir, parlaqdır. Gümüşə baxırsan deyirsən ki, gümüşü ağ rənglidir, nə bilim, parlaq metaldır. Kömürə baxırsan deyirsən qaradır. Nə bilim, deyək ki, başqa bir dənə maddə var, amoniak qazı, iyili qazdır. Yəni, hər bir şey sadəcə fiziki parametrlərini, onun halını və s. bir təsəvvür edirsənsə, təsvir edirsənsə, bu onun fiziki xassəsi sayılır. Amma artıq bir şeyin reaksiya qabiliyyətindən danışırsansa, məsələn, deyirsən ki, tutaq ki, azot hidrogenlə reaksiya daxil olur. Azot, nə bilim, oksigenlə reaksiya daxil olur, amma florla reaksiya daxil olmur. Artıq onun reaksiya qabiliyyətlərini deyirsənsə, bu kimyəvi xassəsə sayılır. Deməli, fiziki xassəsə nədir? Fiziki xassəsə sadəcə onun bir reaksiya qabiliyyəti yox, qətiyyən. Başqa şeyə çevrilməkdən danışmırsan. Sadəcə fiziki olaraq onun belə deyək də, kənardan baxıb bir görünüşü haqqında danışa bilərsən və s. Bu kimi şeylər fizikidir, fiziki xassəsə. Amma kimya nəyə öyrənir? Kimyəvi reaksiyaları, kimyəvi çevrilmələri. Ona görə kimyəvi xassəsə deyəndə mütləq nə etməliyik? Kimyəvi bir reaksiya qabiliyyətinə əsaslanan bir parametr, belə deyək də, bir punkt görməliyik orada ki, orada bir reaksiyadan danışılsın. Məsələn, yenə deyirəm, azotdan danışsaq, kükürddən danışsaq, nədən danışsaq, onun reaksiya qabiliyyətindən danışmalıyıq. Maddələrin başqa maddələrə çevrilməsi onların kimyəvi xassələri sayılır. İndi maddələri, yoldaşlar, biz ayıra bilərik. Fiziki xassələrin sabitliyinə görə saf maddələr və qarışıqlar ayıra bilərik. Saf maddələr və qarışıqlar. Saf maddələr nədir? Adından da göründüyü kimi, saf o deməkdir ki, yoldaşlar, sadəcə bir cür maddədən ibarət olsun tərkibi. Məsələn, saf su və yaxud şəkər. Bunlar saf maddələrdir. Amma saf maddələri bir-birləri ilə qarışdıranda artıq alınır qarışıq. Məsələn, deyək ki, saf suyu üzərinə gətirib tökdün pesoğu. Bu zaman nə alırsan? Qarışıq alırsan. Çünki iki dənə müxtəlif maddəni qarışdırdınsa, sən artıq qarışıq almışsan. İndi sabit fiziki xassələrə malik olan maddələrə saf maddələr deyirik. Əgər maddənin sabit fiziki xassələri varsa, o saf maddədir. Əgər maddənin sabit fiziki xassəsi yoxdursa, o maddələrə qarışıqlar deyirik. Sabit fiziki xassəsi olmur yəni. İndi yoldaşlar, burada bu sabit fiziki xassəsi anlayışı və saf maddə qarışıq anlayışını gəlin bir balaca dərinləşdirək. Çünki mövzunun maraqlı yeri
burasıdır. Daha çox burada problem olur. Məsələn, e, burada suallar daha çox necə düşür? Tərkib hissələrinə ayırmaqdan və s. bu cür suallar daha çox olur. İndi bunları necə ayıraq? Gəlin buradan bir cədvəl var. O cədvəlin üzərində danışaq. Baxın uşaqlar. Deməli, bu cədvəli mütləq dərsdən sonra göndərəcəm sizə. Mütləq öyrənirik. Gəlin, saf maddələrin və qarışıqların əsas bu cədvəli özümüz bir-bir anlayanla yazaq ki, sonra mən sizə göndərəndə siz baxan kimi artıq biləsiniz ki, söhbət nədən gedir. Saf maddələr və qarışıqlar. Birinci, gəlin danışaq. Fiziki xassələrin sabitliyi məsələsi. Bax, fiziki xassələr saf maddələrdə sabit olur. Bunu bəndlər kimi yazırlar ki, imtahanlı dərslərdə. Məsələn, saf maddələrin fiziki xassəsi dəyişkəndir və ya sabitdir. İndi bunu necə öyrənirik əzbərləmədən? Bax, yazıram. Fiziki xassə. Gəlin, ortaya yazın fiziki xassə sözünü gəlin, belə eləyək. Bax, qəşəng cədvəl qıraq bir dənə. Fiziki xassə. Hansında sabitdir, hansında dəyişkəndir. Arkadaşlar, təsəvvür edin ki, danışırıq biz deyək, nədən olsun? Məsələn, sudan danışırıq. Deyək, elə ən tanıdığımız maddə olsun, sudan. Suyun yoldaşlar, bilirik ki, məsələn, soruşsam sizdən, su neçə dərəcədə qaynayır? Hə, su neçə dərəcədə qaynayır, uşaqlar? Cavab verən yoxdur. Yatmısınız uşaqlar? Niyə cavab verən yoxdur? Mən eşitmirəm cavabınızı. Ha, sizin səsiniz bağlıdır bu. Niyə dillənən yoxdur? Mən edirəm ki, uşaqlar niyə dillənmir? Səhərə nəsə deyib eləmirsiniz mənə? Evet. Mikrofon ses burada nəsə aşağı düşüb. Hə. Nasıl? Sual verimliyim ama Mən ders sual verməmisiniz ki, yəni. Sonra başda sual verin demişəm, Rəhli. Səs də bağlıdır. Gecə siz müəllim sual deyib, sonra səsi bağlayıb. Səs bağlayır düşün. Hə. Mən edirəm uşağa niyə cavab vermirlər? Deməli, neçə də qaynadıb şumsu? 100 derece. 100 dərəcədə qaynayır. Bu məsələ biraz bilirsiniz ki, bunu fizikada sonra görəndə deməyin ki, bəs gələn müəllim belə deyirdi. Bilirsiniz ki, təzyiqdən asılı olaraq dəyişən bir məsələdir bu. Yəni, dağın başında bir cür qaynayır, dağın ətəyində bir cür qaynayır su. Qaynama temperaturu dəyişə bilər təbii ki, sabit deyil o şey. Nə mənada sabit deyil? Sabit təzyiqdə sabitdir. Aydındır? Yəni, bunu sabah bir gün fizikada görəcəksiniz inşallah. Qaynama temperaturu bir atmosfer təzyiqdən danışırıqsa əgər və ya sabit bir təzyiqdən danışırıqsa əgər dəyişən bir şey deyil, sabitdir. Amma indi dağın başına qalxdıqca təzyiq dəyişir. Təzyiq dəyişəndə təbii ki, qaynama temperaturu dəyişə bilər. Biz oradan danışmırıq artıq. Biz fizikanın o hissəsinə girmirik. Deməli, saf su dediniz 100 dərəcədə qaynayır. 0 dərəcədə donur. Nə bilim, saf suyun sıxlığı fizika sualları işlərini görürsünüz də yazırlar. 1 qram böl milli, nə bilim, benzin üçün 0,8 qram böl milli yazırlar. Yəni, hər maddənin, saf maddədirsə əgər, onun sabit bir sıxlığı var. Sabit bir sıxlığı var. Amma qarışıqların sabit bir sıxlığı olmur. Gəlin bunu sübut üçün, məsələn, sizə mən bir dənə, elə internetdən gəlin, açın, bax, internetdən gəlin, açın. Uşaqlar, neft saf maddədir, yoxsa qarışıqdır? Karışık. Neft qarışıqdır. Hə. Gəl onda bir dənə yazaq bura. Oil density. Hə. Neftin sıxlığı. Bax, gör neftin sıxlığı nə yazıb? Yazıb ki, neftin sıxlığı 0,8-dən 0,96 qram böl kub santimetr arasında dəyişən qiymətlər alır. Nə deməkdir bu? Neftin bir dənə konkret sıxlığı yoxdur, görürsən? Niyə neftin konkret sıxlığı yoxdur? Çünki neftin içində o qədər maddə var. Neft yazıq bilmir axı ki, kimin sıxlığını göstərir. İçində 100 dənə maddə var neftin. Nə bilim, pentan, heksan, oktan, benzol, bir ton maddə var benzinin içində, neftin içində. Ona görə bir neçə maddənin qarışığından ibarətdirsə, onun konkret bir fiziki xassəsi olmur. Fiziki xassə nə idi? Bayaq danışdıq. Kimyəvi xassə, fiziki xassə. Fiziki xassə qaynama temperaturu, sonra ərimə temperaturu, sonra sıxlığı, bu kimi anlayışlar deməli fiziki xassə sayılır. Və fiziki xassə qarışıqlarda konkret bir xassə ola bilmir. Qarışığın içində bir neçə şey olduğu üçün o yazıq qarışıq bilmir axı kimin xassəsini göstərsin. İndi məsələn, oil
boiling temperatur yazaq gəlin bir dənə. Qaynama temperaturu. Baba boiling temperature. Belə nə göstərir? Deyir ki, fikir verin. İndi düzdür, burada çox da yaxşı baxın, hani burada yazılır. Nə bilim deyir 190, 205, 225, 230, 250, 257. İşte konkret bir temperatur yoxdur. Niyə yenə konkret bir temperatur yoxdur uşaqlar? Çünki o bir qarışıqdır. Qarışıq olduğu üçün içindəki hər fərqli maddə fərqli temperaturda qaynamağa başlaya bilər. Məsələn, spirtlə suyu qarışdırmısan, spirt qaynadı 78-də, su qaynadı salam əleykum. Su qaynadı nə bilim 100-də. Deməli, qarışıq olanda onların konkret bir qaynama temperaturu ola bilmir. Ona görə biz deməli bu fiziki hadisə anlayışında saf maddələrə nə yazmalıyıq? Sabitdir yazmalıyıq. Amma qarışıqlara nə yazmalıyıq? Dəyişkəndir yazmalıyıq. Çünki qarışıqda gördük ki, dəyişkəndir də. Hərəsinə görə bir cür olur. Keçən indi cədvəldə ikinci məsələ, fiziki hadisədən keçdik. Orada deməli, önəmli məsələ bir digər nə var? Tərkibə daxil olan elementlərin öz fiziki xassələrini saxlaması. Bunu necə baxaq? Fiziki xassələri saxlayırlar ya saxlamırlar? Baxın yoldaşlar, su tərkibində oksigen var, suyun tərkibində. Biz suyun içində nəfəs ala bilirikmi? Nəfəs ala bilmirik suyun içində. Suda nəfəs ala bilmiriksə, bu bizə nəyi göstərir? Deməli, suyun içində oksigen ola nəfəs ala bilmiriksə, oradakı elementlər öz fərdi xassələrini saxlamırlar. Deməli, qarışığın tərkibinə daxil olan elementlər öz fərdi xassələrini saxlamır. Qarışığın dedim, üzr istəyirəm cümlə edirsən. Saf maddənin, qarışıq dedim saçım burada. Saf maddənin tərkibinə daxil olanlar öz fərdi xassələrini saxlamır. Çünki saf maddə, məsələn, su, onun içinə daxil olandan sonra görüşür, yeni bir birləşmə, yeni bir maddə yaradır, yeni maddənin də yeni xassələri olur. Amma qarışığın içindəki maddələr öz fərdi xassələrini saxlayırlar. Məsələn, H2 ilə O2 və ya havadan danışaq. Havada nə var? N2 var, O2 var, karbon qazı var. Biz havada nəfəs ala bilirik. Qarışığın içindəkilər sadəcə bir qarışıqdır da. Hərəsinin öz xassəsi durur. Uşaqlar, yəni qarışıq dediyimiz şey mexaniki qarışıqdır yəni. Onun tərkibinə daxil olan maddələr özləri fərdi xassələrini saxlayırlar. Burada bir problem yoxdur. Amma yenə deyirəm, saf maddələri saxlamırlar. Buna məsələn, ən bariz nümunə nə göstərə bilərik? Xlor zəhərlidirmi, zəhərsizdirmi uşaqlar? Zəhərlidir. Zəhərlidir xlor. Bəs xörək duzu bizi niyə zəhərləmir? Tərkibində xlor saf maddə kimi deyil. Tərkibində xlor bir element kimi daxil olaraq yeni bir kimyəvi birləşmə yaradır. Və xlor mənfi yondur artıq burada. Yəni ki, xlorun özü bəsit halda bizi zəhərləyər. Amma natrium xlor xörək duzu niyə bizi zəhərləmir? Çünki orada xlor bəsit maddəsi yoxdur, axı birləşmə halındadır. Deməli, elementlər birləşmə yaradanda öz xassələrini itirdilər. Amma qarışığın içində, məsələn, xlor qazı ilə azot qazı qarışığı olsa, bu qaz qarışığı ilə mən nəfəs alsam zəhərlənərəm. Amma natrium xloru yeyəndə zəhərlənmirəm, çünki xlor orada qarışıq halında yox, birləşmə halındadır. Deməli, birləşmə halında olanda fiziki xassələrini itirir, amma qarışıq halında olanda saxlayır. Aydın bu cümlə? Problem varsa deyin. Yoxdursa davamında. Davamında bir də nə var burada yoldaşlar? Fiziki üsullarla ayırmaq. İndi məntiqlə düşünsək, təbii ki, bir kimyəvi birləşmədirsə, yenə sudan danışaq, H2O-nu. Fiziki üsullarla ayırmaq olmaz. Çünki bir kimyəvi birləşmədirsə artıq, kimyəvi birləşməni hidrogenə və oksigenə necə ayıra bilərik? Kimyəvi reaksiya ilə H2 plus O2 parçalaya bilərik biz bunu. Ona görə kimyəvi birləşmələr kimyəvi üsullarla ayrılır. Fiziki üsullarla yox. Amma məsələn, hava necə ayrılır tərkib hissəsindən? Havanın tərkibində azot qazı var, oksigen qazı var, karbon qazı var. Qarışıq olduğu üçün qarışığı tərkib hissələrinə fiziki üsullarla ayırırıq. Qarışığı tərkib hissələrinə fiziki üsullarla ayırırıq. Amma saf maddələri tərkib hissələrinə kimyəvi üsullarla ayırırıq. Ona görə
Bu cədvəli deməli necə quracağıq? Bayaqçı danışdığımız cədvəlin davamını. Yazacağıq ki, saf maddələr fiziki üsullarla tərkib hissələrinə ayrıla bilməz. Çünki saf maddə bir kimyəvi birləşmədir. Oradan sən hidrogeni, oksigeni bir-birindən fiziki yolla ala bilməzsən. Amma qarışıq dediyin şey, qarışıq bilirsiniz nəyə bənzəyir ümumiyyətlə? Bir qələm qabı düşünün. Qələm qabının içində qırmızı qələm var bir dənə göy qələm var, bir dənə nə bilim səhrai qələm var. Sən gəldin o qələmlə əlvə atdın, birini götürdün. Burada bir kimyəvi çevirmə apardın mı sən? Bir qarışıqdır da. Qələm qabında qələmlərin qarışığıdır. Atdın əlvi birini götürdün. Oradan hər hansı bir qələmi götürmək üçün kimyəvi reaksiyaya ehtiyac mı var uşaqlar? Yoxdur da. Ona görə qarışığın tərkibini ayırmaq bir kimyəvi çevrilmə sayılmır. Sadəcə fiziki bir proses sayılır. Aydındır? Ben. Problem yoxsa növbəti. Növbəti bir də burada nə məsələ var? Saf maddələr müəyyən bir nisbətdə qarışırlar. Amma qarışıqlar ürəkləri istəyən nisbətdə qarışa bilərlər. Bu nə deməkdir? Bəzən suallarda belə qoyurlar şərti. Maddələrin istənilən nisbətdə qarışmasından almaq mümkündür. Ya da belə qoyurlar cümləni. Maddələrin müəyyən nisbətdə qarışmasından və ya reaksiyasından almaq mümkündür. Belə iki cür müxtəlif cümlə qoyurlar. Hansı hansına aiddir? Bax, reaksiya olaraq bunu gəlin belə düşünək də biz. Suyun formulu, arkadaşlar, bilirsiniz ki, həmişə H2 olur. Bunu məndən əvvəl müəlliminiz hər halda sizə suyun formulunu heç vaxt H3O və ya H5O kimi öyrətməyib ki. Hamınız öyrənəndə bunu H2O kimi öyrənmişsiniz. Deməli, saf maddələrin konkret bir formulu var və dəyişən bir formul deyil. Su H2O, xörək tozu natrium klor, nə bilim spirt filan. Yəni, hər maddənin konkret bir formulu var. Saf maddələrin konkret bir formulu olduğu üçün bu o deməkdir ki, 2 hidrogen atomu bir oksigen atomu ilə birləşən şeydir. Burada müəyyən bir nisbət var. Bax, açar söz budur. Müəyyən bir nisbət var. Müəyyən bir nisbət var. Kef istəmə ilə görüşən şey deyil saf maddələr. Konkret olaraq 2 hidrogen atomu bir oksigen atomu. Amma qarışıqlarda necədir vəziyyət? Qarışıqlarda necədir vəziyyət? Bax, məsələn, deyək ki, olsun məsələn, Ayan, sən tutaq ki, şirin çayı hazırlayanda şirin çaya neçə qaşıq peşə tökəcəksən, baba? 3 qaşıq. Məsələn, indi sən 3 qaşıq tökdün, Asya Allah bilir 6-7 qaşıq tökür. Nə bilim, mən heç şirin çay içmirəm, heç bir qaşıq da tökmürəm. Nə bilim, bəlkə Aysel 2 qaşıq tökür. Konkret olaraq indi demək olarmı ki, Ayan səhv hazırlayır şirin çay, o 3 qaşıq tökür. Deyə bilərik elə bir şey? Deyənməli, yaxı, bu qarışıq hazırlayır da. Kimsə durub deyənməz ki, Ayan şirin çayı səhv hazırladı, 3 qaşıq tökdü. Bu 6 qaşıq tökdü, könüllü istəyir, şirin istəyir. Mən heç istəmirəm. Yəni, qarışığın konkret olaraq bir formulu yoxdur da, görürsünüz ki, düzdür? Qarışığın konkret bir formulu yoxdursa, onda mən deyə bilərəm ki, qarışıqlar istənilən nisbətdə qarışır. Aydındır? Qarışıqlar istənilən, bax, açar sözləri yazıram. Əsas indi xəttim yaxşı olmasa da, deməli, saf maddələr müəyyən nisbətdə qarışdılar. Qarışıqlar amma könülləri istədiyi kimi, istənilən nisbətdə qarışdılar. Yəni, sabah deyəcəklər ki, etil spirti ilə suyu qarışdırmışam, müəyyən nisbətdə mi qarışdırmalıyam? Qarışdırmışam da sadəcə, yox, istənilən nisbətdə qarışdıra bilərəm mən onu. Amma bir saf maddə əldə eləmək üçün mən, deyək ki, azotla hidrogeni istənilən nisbətdə mi qarışdırmalıyam? Yox, müəyyən nisbətdə reaksiyadan alıram. Aydındır? Deməli, saf maddələri almaq üçün müəyyən nisbətdə. Bax, danışdığımız bu cədvəldir. Demək olar ki, sualları həll eləmək üçün ən çox bu cədvəl bizə lazım olur, uşaqlar. Bu cədvəli qəşəngcə öyrənməliyik. İndi burada dediyimiz bu qarışıqların ayrılma üsulundan danışaq. Bir də saf maddələr qarışıqları iki yerə ayıraq. İndi burada gəlin bu ayrılmanı da eləyək. Sonra davam edək. Deməli, saf maddələr, yoldaşlar, saf maddələr iki cür yerə ayrılır. Bəsit maddələr və mürəkkəb maddələr. Uşaqlar, bəsit maddələrə
kimyəvi elementlər də deyirlər. Bəsit maddələrə digər adı ilə artıq kimyəvi element də deyilir, bəsit maddə. Mürəkkəblərə isə kimyəvi birləşmə də deyilir. Yəni bəsit nə deməkdir? Bəsit sadəcə bir cür element atomu varsa tərkibində ona bəsit deyirik. Yox, bir neçə, iki və daha çox element atomu varsa o mürəkkəb sayılır. Yəni indi burada mən yazsam ki, azot hansıdır? Bəsitdir, mürəkkəbdir? Bəsit. 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 Nə bilim, NO yazsam amma mürəkkəb. Mürekkep. Deməli, bəsit o oldu ki, əla. Bəsit o oldu ki, sadəcə bir cür element atomu varsa bəsitdir. Bir neçə cür element atomu varsa mürəkkəbdir. Və dediyim kimi, bəsitin digər adı kimyəvi element kimi də görə bilərsiniz. Kimyəvi element yəni N2. Mürəkkəbin digər adı kimi də kimyəvi birləşmə. Yəni adı üzərində kimyəvi birləşmədirsə, kimyəvi yolla birləşib. Birləşibsə, ən azından iki şey birləşməlidir də. Ona görə kimyəvi birləşmə NO mürəkkəb sayılır. Və burada qarışıqlar da yoldaşlar, qarışıqları da biz deməli ayırdıq. Homogen və heterogen olmaqla iki yerə ayırdıq. Homogen qarışıqlar nələrdir? Əgər qarışdıqdan sonra biz o qarışığın tərkib hissəsini vizual olaraq gözümüzlə ayırt edə bilmiriksə, spirtlə su, ay sağ ol. Gözümüzlə ayırt edə bilmiriksə, buna homogen qarışıq deməliyik. Məsələn, pesoqla su. Bu şəkildə baxanda hansının şirin su, hansının adi su və ya duzlu su olduğunu gözünüzlə baxıb deyə bilərsinizmi içmədən? Mümkün deyil. Niyə deyə bilməzsiniz? Çünki vizual olaraq ayırt eləmək olmaz. Yəni, bunun içində çoxdur su, bəlkə mən az su da hazırlamışam. Yəni, vizual olaraq heç cürə dəqiq bir şey deyə bilməzsiniz siz mənə. Ona görə də, deməli, homogen o deməkdir ki, onun tərkib hissələri homogen olaraq bir-birinə paylanır. Bunu şəkil olaraq belə göstərə bilərik. Məsələn, deyək ki, bax, göy ilə, qırmızı ilə göstər. Əslində, kitabdan göstərsəm daha yaxşı olar. Kitabdan o şəkildə sizə göstərim. Baxın, yoldaşlar. Deməli, homogen olaraq paylanır. Bax, fikir verin bir dənə. Məsələn, sarı ilə bənövşəyi deyək ki, bənövşəyi deyil bu rəng, heç bir rəngi tanımadım desin. Məsələn, deyək ki, qırmızı fason rəngdir bu. Bardovu kimi. Bu rənglər, fikir verin bir dənə, homogen olaraq paylanır. Yəni, sarı rəngdə bu maddə nədirsə o ilə, bu qırmızı rəngli maddə homogen olaraq, bir sarı, bir qırmızı belə homogen paylanıblar. Amma gəlin bir dənə heterogendəki vəziyyətə bir dənə baxaq, fərqləndirək bir-birindən qoy. Heterogendəki mənzərəyə baxanda amma, fikir verin bir dənə, homogen paylanmayıb. Molekulların biri bir təbəqə olaraq bir yerdə yığılıb, molekulların qalanı da bir təbəqə olaraq başqa yerdə yığılıb. Fikir verirsiniz, bir təbəqə olaraq buradadır, bir təbəqə də burada yığılıb. Yəni, deməli, təbəqələşmə varsa, bu heterogendir, bir-birində həll olmayıblar. Amma bir təbəqələşmə yoxdursa, konkret olaraq, homogen olaraq paylanıblarsa, bu artıq homogen qarışığın yaranmasını göstərir. Homogen qarışıqlarda ayrılmış üsul olaraq buxarlandırmadan istifadə edə bilərik. Buxarlandırma nədir, yoldaşlar? Deyək ki, su ilə duz qarışıb. Su və duz qarışığını ayırmaq üçün biz nə edirik? Buxarlandırma aparsaq, buxarlanan zaman, deməli, su buxarlanıb çıxıb gedəcək. Su buxarlanandan sonra yerdə duz qalacaq. Su buxarlandı, yerdə məsələn xörək duzu qaldı. İndi buxarlandırma ilə deməli, nəyə ayırırıq biz? Cümləmizi belə quraq o zaman. Buxarlandırma ilə suda həll olan və yaxud su deməyək indi, hansı mayedirsə, təkcə su olmağa məcbur deyil ki, beynimiz tək suya fokuslanmasın da, başqa maye də ola bilər burada. Hansısa bir maye deyək və o mayədə həll olan duzların ayrılma üsuludur. Bir maye düşünək. O mayədə əgər duzumuz həll olursa, onu ayırmaq üçün mayeni buxarlandırırıq və yerdə qalır. Kristal şəklində duzumuz qalır. İndi bunu həll olan duz plus maye. Bu bir seçim oldu. Başqa bir dənə variant irəli sürə bilən var. Başqa nə ayıra bilərik məsələn? Şeker tozundan su. Onu əslində pratik olaraq doğru yol deyil. Onu bir dəfə səhv edib toplu götürüblər. O səhvdir. İzah edəcəm balam, izah edəcəm amma niyə səhvdir? Spirt su o axı iki dənə mayedir. Spirt duz deyə bilərik. Spirtlə indi bax burada nə cavab istəyirəm sizdən əslində?
Qazla maye də olar əslində burada. Qazla maye də olar burada. Yəni təkcə həll olan duzla maye yox, qazla maye də ola bilər. İndi fikir verin bir dənə. Həll Mən olan duzla necə? şəkər tozu ilə su. Şəkər tozu ilə su əslində olmaz. Niyə olmaz? İndi onu izah edəcəm. İndi onu izah edəcəm digər kristallaşdırma bəhsində. Qumla su da əslində bilirsən necə ayırmaq olar buxarlandırma ilə, amma pratik yol sayılmır o. Pratik yol sayılmır qumla suyu ayırmaq. Yəni düzdür, sən suyu buxarlandırsan, qum qabın dibində qalacaq, düzdürmü? Amma bu pratik əlverişli yol sayılmır. Çünki qumla suyu başqa daha rahat yolla ayırmaq mümkündür də. İndi onları izah edərəm. Hamısını dediklərinizi izah edəcəm bir-bir. Amma burada bir cavab var əslində. Qazla su, məsələn, qazla maye. Bax, maye ilə onda həll olan duzu ayırmaq üçün siz bunu qızdıranda nə baş verdi? Maye uçdu getdi, duz qaldı qabın dibində. İndi düşünün ki, qazla maye qarışır. Məsələn, içdiyiniz qazlı içkilər, nə bilim, fantası, kolası, sprite, nəsə bir şey artıq. Onu siz qızdıranda nə uçur gedir? Qaz uçur gedir, maye qalır yerdə. Yəni qazlı suları da əslində qızdıranda o da bir qarışıqdır da, qazla mayenin qarışığıdır. Qazlar uçur gedir, maye qalır. Və buxarlandırma uşaqlar homogen sistemin ayrılmasıdır. Homogen qarışığın ayrılmasıdır. Qumla su homogen deyil, heterogen qarışıq. Bu homogen qarışıqların ayrılmasıdır. Deməli burada qazla mayeni, məsələn, karbon qazı ilə su qarışıb buxarlandırırsaq, karbon qazı gedər, su qalar. Amma həll olan duz, xörək duzu, kaliuminoid, bu kimi həll olan duzların maye ilə qarışığını qızdırsaq, həll olan bu duz artıq nədirsə, o qalacaq qabın dibində, maye uçub gedəcək. İndi burada yoldaşlar şəkərlə su cavabını deyənlər çox oldu. Şəkərlə su cavabını yoldaşlar niyə olmaz burada? Baxın, burada bir məsələ var əslində. Ben bundan açım burasını. Şəkərin formulu yoldaşlar C12H22O11'dir. Şəkər temperatura davamsız maddədir. Yəni bir balaca qızdıran kimi evdə valideynlərinizdən soruşsaz hətta şirniyyat falan bişirirlər deyə bilirlər. Şirniyyatlar niyə biraz temperatur, düzdür qrupda xanımlar da qızlar da var da, onsuz ki əgər səhvən məsələn bişirməyə çalışıblarsa bir balaca məsələn şirniyyatı bişirəndə gecikən kimi onu altını söndürməyə deyək və ya tıfıfqada haradadır artıq, sobadadır haradadır artıq söndürməyə biraz gecikən kimi o şirniyyatın rəngi nə olur? Tündləşir. Tündləşir, qaralır. Ağarmır da, düzdür, qaralır. Siz görmürsünüz ki, şirniyyat yanında rəngi ağappaq ağarsın. Rəngi nə olur? Qapqara qaralır əksinə. Aha, ay sağ ol, qaralır əksinə. Niyə qaralır? Çünki ay sağ ol, şirniyyatın tərkibi C12H22O11'dən sən bu suyu götürəndə, suyunu itirəndə pesok. Pesok suyunu itirən kimi yerdə qalır qapqara kömür. Ona görə də pesoqla suyu sən buxarlandırma ilə ayıra bilməzsən. Sən suyu buxarlandıran kimi su uçdu getdi, yerdə qalan pesoq bir balaca qızan kimi qalacaq sənin əlində pesoq yox, kömür qalacaq. Ona görə pesoqla suyu buxarlandırma ilə ayırmaq olmaz. Nə etməliyik bəs? Nə etməliyik bəs? Kristallaşdırma. Suyun bir miqdarını buxarlandırırıq, azcasını. Suyun az miqdarını buxarlandırandan sonra qatı bir məhlul alırsan. Sonra onu xaldinikə qoyub soyudursan yavaş-yavaş. Soyutduqca pesoğun qabın dibində kristallaşdığını müşahidə edirsən. Pesoq kristallaşır, qabın dibinə tükür özü. Kristallaşdırma yoluyla. Deməli, birazını buxarlandırırıq suyu, qatı məhlul alınsın deyə. Niyə tam buxarlandırmıram? Tam buxarlandırsam, o deməli, şey eləyər, nə deyim, kimyəvi çevrilmə uğrayar da, reaksiya uğrayar artıq. Kömür qalar yerdə. Ona görə bizə yaramır bu su. Və daha sonra soyuduruq. Soyutma zamanı, yoldaşlar, soyutma zamanı. Maddənin kristallaşması baş verir. Düzdür, indi bu dərs hələ biz keçməmişik. İndi bilənlər müəyyən qədər var yəqin ki, maddələrin həll olmasının temperaturdan asılılıq qrafiki var idi, xatırlayırsınızsa. Belə bir qrafiklər danışırdıq. Həll olma qabiliyyətinin temperaturdan asılılığı. Məsələn, deyək ki, kaliuminoid maddəsinin həll olmasının temperaturdan asılılığı 80 dərəcədə, nə bilim, 1600 qram bölü litrdir. 20 dərəcədə,
ne bileyim 5-600 gram bölü litrdir tutaq ki. Yəni 5 ne kadar? 200 olsun la. 200 gram bölü litrdir. 20 derecede, bu da olsun 80 derecede. Şimdi sen bu maddenin məhlulunu 1 litre diye su var orada. Soyudan zaman 1600 gram həll olurdu əvvəl qaynar temperaturda. Amma soyuyanda 200 gram həll olur. Sən deməli soyutduğun zaman nə baş verir? Duzun kristallaşması veya pesoğun kristallaşması baş verir. Yəni kristallaşma üsulu ilə ona görə biz ayıra bilirik ki, soyutma zamanı, indi bu dərs buranın mövzusu deyil, bilənlər varsa dedim, amma yəni bunun özü ayrıca bir bəhsdir, geniş. Geniş bir bölmədir bunun özü ayrıca. Soyutma zamanı maddələrin həll olma qabiliyyəti azalır deyə çökməsi baş verir. Həmin duzun, pesoğun çökməsi baş verir qabın dibinə. Və nəticədə biz bu maddələri ayıra bilirik. Yəni kristallaşdırırıq, qabın dibinə çökdürürük. Adi səhərlər şirin çay hazırlığında bəlkə də müşahidə eləmisiniz. Qaynar çayda pesoq yaxşı həll olur, amma soyuq çayda yaxşı həll olmur. Və ya qaynar çayda pesoğu həll eləyirsən, soyuyanda baxırsan ki, pesoq qabın dibinə kristallaşır. Görmürsünüz bəlkə də bunu. Deməli, yəni soyuma zamanı maddənin kristallaşması baş verir. Biz də bu üsuldan pesoğu alırıq. Yəni pesoq su qarışığını qızdırmaq olmaz. Aydındır? Distillər bundan su. Necə? Distil ayrılan bundan su. Distillə ilə 2 dənə maye homogen qarışığı ayıra bilərik. Daha çox 2 dənə maye homogen qarışığı ayıra bilərik. Duzla suya ayıra bilərik ya da. Yəni distillə bilirsən, bu distillədir, kristallaşdırmadır, buxarlandırmadır, xromatografiyadır. Bunlar homogen qarışıqların ayrılma üsuludur. Homogen. Yaxşı? Homogen qarışıqların ayrılmasıdır. Dəniz səmərəlilik məsələsi var da burada. Yenə deyirəm, biz demirik ki, məsələn, buxarlandırma ilə uşaqlar, nə deyək, qumla suyu buxarlandırma ilə ayırmaq olmaz, belə cümlə işlətmək düz deyil. Qumla su heterogendir, bəli. İndi qumla su qarışığını mən desəm ki, buxarlandırma ilə ayırmaq mümkün deyil, bu səhv cavab olar. Yəni, suyu buxarlandırsaq, qabın dibində qum qalacaq da. Düzdür, uşaqlar? Bu məlum məsələdir. Amma sən qumla suyu niyə ayırma ehtiyacı duyursan? Sənə təmiz su lazımdır deyə bu ehtiyacı duyursan. Və burada pratik yoludur ki, götür bir dənə pambığı və ya filtr kağızını götür. Filtr kağızından pambığı doldur bura və ya süzgəc kağızını doldur bura. Suyu keçir buradan. Qum qalsın filtr kağızında və ya pambıqda tutulsun qalsın. Təmiz su keçsin oradan. Yəni, indi bir var, temperaturu verib buxarlandırasan, suyu buxarlandırdın, suyu aparıb ayrı bir kolonda, ayrıca yerə damcı yığasan. Belə mi rahatdır pratik olaraq? Yoxsa pambıqdan süzdün, təmiz suyu aldın, qum da qaldı burada. Bu daha pratik rahatı da. Ona görə yoldaşlar, mümkünlük məsələsindən çox pratik olaraq rahatlığa baxmaq lazımdır ki, hansı yolla nəyi ayırmaq daha pratik, daha səmərəlidir. Aydındır? Distillə yoldaşlar, deməli, etil spirti ilə suyu ayırırıq, məsələn. Bu zaman nə baş verir? Qızdıran zaman hansı maddə daha tez qaynayırsa, o maddə birinci qabı tərk edir. Məsələn, deyək ki, etil spirti 78-də qaynayır. Biz qızdırdıqca 20, 40, 60, 70 başlayır artıq 70-80-ə tutana yaxın spirt qaynamağa. Spirt qaynayır, oranı tərk edir, qabı tərk edir və yerdə qalır sadəcə suyumuz. Və qaynamış əmin o spirti kolonla aparırıq, başqa bir yerdə distilli eləyib yığırıq. Məsələn, bunun şəklini göstərsəm sizə, şəkli belə olar. Bax, deyək ki, burada fikir verin bir dənə spirt su qarışığıdır. Bunu buradan qızdırıb qaynadırıq. Spirt buradan gəlir buradan. Spirt birinci qaynayır, qaynaması aşağı olduğu üçün. Və gəlir keçir buradan. Burada soyuq su dövr eləyir. Soyuq su ona görə dövr eləyir ki, buranı soyuq saxlayırlar ki, spirt gəlib soyuq yerə girəndə damcı gəlir bura damcılaşır. Yəni mayələşir, gəlir tökülür bura. Ona görə kimin ki qaynama temperaturu azdır, o birinci qaynayır, gəlir toplanır burada arkadaşlar.
Qaynama temperaturu az olan maddələr gəlir toplanır burada. Bu aydınlıqmı ya? Baxın görə problemi olan varsa desin. Hə, deməli problem varsa deyin yoldaşlar. Deməli spirt və su qarışığını bu yolla ayıra bildik. Aydınlıqmı ya? Bəli. Əla. Problem yoxdursa davam eləyək. Spirt su qarışığını. Onda distillə üsulu yoldaşlar nəyə əsaslanır? Qaynama temperaturlarının müxtəlif olmasına əsaslanır. Qaynama temperaturlarının müxtəlif olmasına. Yəni qaynama temperaturu əgər aşağıdırsa, o birinci qaynayacaq. Qaynama temperaturları eyni olsa ayırmaq olar mı bu yolla? Olmaz təbii ki, qaynama temperaturları eyni olsa. Kim birinci qaynayacaq bilmirik axı. Ona görə qaynama temperaturları müəyyən qədər bir-birindən fərqlidirsə, kim tez qaynayırsa, o gəlir toplanır digər qabda. Bunların hamısı homogen qarışıqlardır. Ha, buxarlandırma, kristallaşdırma, distillə, hamısı homogen qarışığın ayrılmasıdır. Xromatoqrafiyada yoldaşlar, eyni qaydada absorpsiya qabiliyyətinə əsaslanır. Yəni, bu nədir? Sanki bir növ belə düşünün də. Bir deməli şey düşünün. Salfetka məsələn. Stolun üzərinə su dağılıbsa, salfetkanı o suyun üzərinə, salfetkanın bir küncünü belə aparıb qoysaq o suyun üzərinə, nə baş verir? O küncündən fikir vermişsinizsə, istada gedir belə, düzdür? Ay sağ ol. Yəni bu bir növ belə bir şeydir xromatoqrafiya. Bərk maddə tərəfindən digər hər hansısa bir maye və ya qaz maddələrin udulmasıdır, belə deyək. Yəni hər hansı bir bərk maddənin səthində digər maddənin udulması baş verir. Buna deyirik xromatoqrafiya. Məsələn, əleyhli qazlarda, əleyhli qazların aşağı hissəsində, burasında aktiv kömür qoyulur. Kömür. Həmin o aktiv kömürün içindən hava və zəhərli qaz qarışığı keçəndə zəhərli qazlar kömürün məsamələrində tutulur, ilişir, qalır. Təmiz hava amma keçir içəriyə. Deməli, absorpsiya, misal, bunu da göstərə bilərik. Gələk nitrogen qarışıqlar. Nitrogen qarışıqlarda mənzərə bütün sistemdə eyni olmur, gördüyünüz kimi şəkildə. Və buna misal olaraq biz nəyə göstərə bilərik nitrogen qarışıqlara? Durultma. Məsələn, deyək, yağla su qarışıb. Bilirsiniz ki, yağ suyun üstündə qalır yoldaşlar. Və yağ suyun üstündə qaldığı üçün yağın tədricən sıxlığı azdır. Sıxlığı az olan, sıxlıqlar fərqinə əsaslanır, bəli. Sıxlığı az olan üstə təbəqələşir, sıxlığı çox olan altı təbəqələşir. Və biz ayrıcı qıfın kranını açırıq, suyu buradan boşaldırıq, yağa çıxanda bağlayırıq. Bu cür yolla ayıra bilərik. Deməli, sıxlıqlar fərqinə əsaslanır bu üsul. Bu üsul sıxlıqlar fərqinə əsaslandı. Sıxlığı az olan həmişə ayrıcı qıfda üstə qalır yoldaşlar. Bunu yadda saxlayın. Daha sonra süzmə üsulu. Süzmə üsulu bayaq yoldaşımızın dediyi qumla suyun məsələn qarışığı. Deyək ki, bulanıq sudur. Biz bunu necə ayırırıq? Filtr kağızından keçirəndə filtr kağızında qum dənəcikləri və s. bəli qalır. Amma təmiz su keçir. Kükürt suyu da belə ayırmaq olar, dəmir tozu suyu da belə ayırmaq olar, ağac kəpəyi su, gil su, yəni kimlər ki su ilə və ya digər X mayesi ilə fərqi yoxdur. Suda həll olmursa, heterogen qarışıq yaradırsa, onu ayırmaq üçün bu cür yoldan istifadə edir yoldaşlar. Dediyim kimi pratik variant seçmək lazımdır da. Yəni burada əgər həll olmursa, həll olmadığı üçün o hissəciklər iri-iri durur burada zaten. O filtr kağızının məsamələrində həll olmayan hissəciklər tutulur, təmiz su keçir. Məsələn, deyək ki, natrium, xlor, bir də qumdur. Natrium, xlor və qum. Bunlar qarışıb bir-birinə. Mən bu qarışıqdan xörək duzunu da, qumu da almaq istəyirəm. Nə etməliyəm yoldaşlar? Maqnitlə təsir. Suyla. Maqnit bunlara ayıracaq, ay balam. Maqnit ayırır bunları. Daha sonra qumu süzüb buxarlandırma suyu ilə də natrium kloru ayırmaq olar. Başqa cavab deyən var və babasının dediyindən.
Süzmənlə ayırmaq olardı. Süzmə ilə indi ikisini də ayırmaq istəyirəm də süzmə ilə ayırdım. Sonra nə varacaq? Nətər edeyim? Hər ikisini də ayrı-ayrı hər ikisini əldə eləmək istəyirəm. Natrium xlor, ağappaq kristaldır. Qumdakı bilirsiniz, qarışıblar bir-birinə. Durub mən bunları Sağlaşdırmaq. əlimlə bir-bir ayıranmaram. Bax mən bunları əlimlə ayıranmaram. Su qatırıq. Birinci su qatırıq. Əla. Hayır. Sonra buxarlandır. Su qalır, onu da buxarlandırmaq. Əla. Deməli, birinci etap nə oldu yoldaşlar? Xörək duzu ilə qum qarışıbsa, birinci ikisinin də üstünə su tökürəm. Bir yerdə qarışıblar, axı suya qatıram hamısını. Suya qatandan sonra nə baş verəcək? Xörək duzu suda həll olacaq, amma qum suda həll olmayacaq. Qum suda həll olmadığı üçün mən həmin o qarışığı filtr kağızından süzəcəm. Filtr kağızından süzəndə xörək duzu suda həll olduğu üçün həll olan maddələr kiçik-kiçik hissəciklərə ayrıldığı üçün onlar heç zaman filtr kağızının məsamələrində tutulmurlar. Keçib gedirlər. Məsələn, təmiz su kimi adi, pesox suda, duz suda bunların hamısı süzgəc kağızından keçib gedirlər. Ona görə ikinci etapda nə edirəm? Süzmə üsulu edirəm. Süzmə. Süzəndə qumu tutdum, buraya yazıram bax. Qumu süzmə ilə tutdum artıq. Qumu ayırdım. Keçirdiyim məhlul duzlu su məhluludur. Duzlu sudan da əgər mənə duz lazımdırsa, onu da buxarlandıraraq duzu da oradan ayırıram. 3 etapda ayırıram. Aydındır? Yəni uşaqlar, Bəli. burada diqqətli olmaq lazımdır cavab verəndə mütləq. Maqnitlə təsir etmə də ki, yoldaşlar. Bax, bayaq yoldaşımızın biri maqnitlidir. Maqnitlə təsir etmə həmişə maqniti biz nə zaman təsir edirik? Əgər maqnitin çəkə biləcəyi bir şey varsa, dəmir, nikel, bu kimi metalların kükürtlə, ağac kəpəyi ilə, qumla qarışığını bu cür yolla ayırmaq olar. Maqnit dəmiri dartır, digər bərk maddə qalır yerdə. Yaxşı? Yəni bu yolların hamısı deməli nə üçündür? Bu yolların hamısı dəmir tozu və s. bunları ayırmaq üçündür. Kükürt tozundan, ağac kəpəyindən, qumdan, yəni sırf bir metalın, maqnitin çəkə biləcəyi bir metalın ayrılmaq üsuludur bu. Buna qədər dərdimiz, sərimiz var mı yoldaşlar? Xeyr, müəllim. Xeyr, müəllim. Yox. Burada maddələrin tərkibindən danışdıq. Maddələrin tərkibində yoldaşlar, deməli, maddələrin 3 aqreqat halı var, bilirsiniz. Atom molekul təlimindən biraz danışaq. Maddələr bərk, maye və qaz aqreqat halında ola bilərlər. Bərk halda maddələrin molekullar arasında məsafə əslində ən sıx olur. Maye halda nisbətən daha məsafəli, qaz halında isə daha geniş olur. Burada bir məsələ diqqət etmək lazımdır yoldaşlar. Bir məsələ mütləq diqqət edək. Deməli, normalda bərk maddələrin rosu, sıxlığı böyük olur maye halda maddələrin sıxlığından. Maye halda maddələrin sıxlığı da böyük olur qaz halında maddələrin sıxlığından. Çünki bərklər bilirsiniz də daha sıx olan şeydir. Mayələr ona nəzərən daha deyək ki, belə deyək, məsafə daha geniş olduğu üçün sıxlığı daha az olur. Qazlarda molekullar arası məsafə daha çox olduğu üçün onun sıxlığı ən az olur. Deməli, rho bərkdə böyükdür, amma həcmlərini desək, V-sindən danışsaq, bilirsiniz ki, rho bərabərdir. M böl V düsturunda rho ilə V necə asılıdır? Tərs asılıdır. Ona görə həcmlərindən danışsaq, əksinə V böyükdür qazda, mayedə, sonra bərkdə. Bu cür olur. Amma bir məsələ diqqət edin ki, su üçün bu keçərli deyil bu dediyim şey. Suda əksinə olaraq mayenin sıxlığı rho əla. Mayenin sıxlığı böyükdür bərkdən, o da böyükdür qazdan. Bunu adi bir nümunə düşünün də. Buz suda batır uşaqlar. Buz suda batmır. Buz bərkdir. Su isə maye su isə yəni maye halda adı üstündə. İndi bərk halda olan buz niyə suda batmadı, maye suda batmadı? Çünki bərk sıxlığı daha azdır ki batmadı. Sıxlığı çox olsa batardı da zaten. Ona görə yadda saxlayaq ki, suda
maye böyütü, bərk böyütü qaz və həcmlərini də müqayisə eləsək, həcmlə də rho tərs asılı olduğu üçün V-də qaz böyütü, maye böyütü, bərk kimi yaza bilərik. Adicə bunu evdə valideynlərinizə desəz, onlar da göstərərlər hətta sizə. Bir stəkanda, stəkan deməyək, bir şüşə butulka yox, plastik butulka olsun məsələn. Plastik butulkada dondurucuya məsələn su qoyanda fikir vermisinizsə, o plastik butulka, onu göstərirəm şəklini, plastik butulka şişir. Plastik butulkada dondurucuya su qoyanda, adi aşağı gözə yox, dondurucuya su qoyanda, bir də baxırsınız ki, o su donanda sanki o elə bir plastik qab genişlənib daha partlayacaqmış kimi. Hətta bəzən çatlayır. Şüşə qabda qoysa şüşə qab partlayır hətta. Ona görə heç vaxt şüşə qabda dondurucuya su qoymaq olmaz. Çünki genişlənir, həmin o şüşə stəkanı sındıra bilər məsələn, donsa. Niyə? Çünki maye halda maddə, bərk halda maddə. Rhosu mayədə böyükdür. Amma həcmindən danışsaq, V-sindən danışsaq. V-də qazın həcmi böyükdür bərkdən, bərkin həcmi böyükdür mayədən. Maye halda su, bərk hala keçəndə rhosu azalır, həcmi nə olur? Genişlənir. Həcmi genişləndiyi üçün maye halda maddə donanda, su yəni, sudan söhbət edir. Donanda həcmi genişlənir. Həcmi genişləndiyi üçün əvvəlki yerinə sığmır artıq. Əvvəlki nə boyda yerə doldurmuşduqsa o yerə sığışa bilmir. Vurur, partladır onu. Ona görə arkadaşlar, deməli, suda maye böyüklüyü, bərk böyüklüyü qazdır. Həcmi isə təbii ki, bunun tərsidir. Qaz böyüklüyü, maye böyüklüyü, qaz böyüklüyü, bərk böyüklüyü, maye. Amma digər bütün maddələrdə yuxarıda yazdığım keçərlidir. Daha sonra molekullar daim hərəkətdədirlər və hərəkət sürəti temperaturla düz mütənasibdir. Burada yəni məsələn temperaturu artırdıqca onların hərəkət sürəti daha da artır. Molekulların arasında qarşılıqlı cəzb etmə və itələmə qüvvələri var. Yəni mütəmadi olaraq bir-birlərini cəzb edirlər. Müsbət yük, mənfi yükü cəzb edir. Amma eyni yüklər bir-birini itələyir mütəmadi olaraq. Atomlar bir-birindən kütləsinə görə fərqlənir. Yəni, hər atomun kütləsi digər müxtəlif atomun kütləsindən, fərqli atomun kütləsindən fərqlənir. Və molekullar fiziki çevrilmələr zamanı dəyişməz qalsa da, kimyəvi çevrilmələr zamanı molekullar artıq kimyəvi çevrilməyə uğrayır. Məsələn, H2O-dur. H2 molekuluna, O2 molekuluna ayrılır. Amma atomlar kimyəvi çevrilmələr zamanı da dəyişmir. Məsələn, oksigen atomu dəyişmir, olduğu kimi qalır. Daha sonra bu hissəktəcə yoxdur. Çox da elə ki, moleküllər quruluş, bunu ayrıca danışacağıq. Bu da atom. İndi atomun tərkibini artıq inşallah atom bəhsində danışacağıq, atomun tərkibini. Bu belə. Bura qədər bura qədər kimin nə dərdi